Salam aleykum kanalımızın dəyərli izləyiciləri. Neçə gündür bilirsiniz bu korona söhbəti bütün dünyanı, sosial şəbəkələri zəbt edib və zəif, eyni zamanda təkəbbürlü olan insan yenə kiçik bir mikroskopik virusun qarşısında aciz qalıb. Uca Allah Qurani-Kərimdə buyurur: İnsanların özəlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyər ki, Allah onlara etdiklərinin bir qismini daddırsın. Bəlkə onlar haqqı qaydalar. Baxın, burada da çox incə bir məqam var. Bəlkə haqqa qaydalar buyurur Uca Rəbbimiz. Dünyamızda yaranan fəsadların, balans pozğunluğunun səbəbi elə insanın özüdür. Bu balansı pozar, sonra əlinlə törətdikləri qarşısına çıxdığı zaman Allahı zalim adlandırmağa başlayar. Tarix boyu insanlara müxtəlif xəstəliklər, bəlalar üz verib. İnsanlar çox vaxt bu xəstəliklərin səbəbini müəyyən şəxslərdə, məsələlərdə və yaxud hegemon dövlətlərdə axtarıblar. Ən böyük əzabdan əvvəl biz onlara mütləq kiçik əzabdan, dünya əzabından daddıracaq ki, bəlkə doğru yola qayıtsınlar. Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır. Əgər Uca Rəbbimiz bizlərin, yəni insanlığın qəti bir şəkildə əzabını istəsəydi, doğru yola qayıtmağımız üçün bəla və müsibətləri bizlərə göndərməzdi. Çünki Uca Allah bir qövmü məhv eləmək istədisə, onlara bəla və müsibət göndərməz. Hətta Peyğəmbərimizin sahabələri belə bəla və müsibətlər gəlməyəndə narahat olurdular. Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını, nemət və zövqləri onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naumid qaldılar. Son zamanlar Avstraliyada yanğınlar, heyvanların tələfi, bəla və müsibətlərin gəlməsi, inanın bu hələ başlanğıcdır. Rəbbimiz yer üzərində hökmranlıq və hakimliyin kimə aid olduğunu mütləq hər kəsə göstərəcək. Zinanın, faizin, lağlağının, insanların başlarını qatan, qəlblərini öldürən boş-boş musiqilərin, ədalətsizliyin, iftiraların, oğurluqların artdığı bu zamanda Allahın hökm və əmrlərinə dəyər verilmədiyi, qəbirlərin, daşların, ağacların Allaha şərik qoşulduğu bu zamanda təbii ki, insan oğluna olan xəbərdarlıqlar da artacaq. Onların dünya üzərindəki əsl qayələrinin xatırlanması üçün müsibətlər dayanmayacaq. Səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Biz onları sıxıntıya və xəstəliyə düçar etdik ki, bəlkə boyun əyərlər. Nə üçün əzabımız onlara gəldiyi zaman boyun əymədilər? Onların qəlbləri sərtləşdi. Şeytan da onlara etdikləri əməlləri gözəlləşdirdi. Bəs insanlar bu bəlalardan, xəstəliklərdən ibrət alırlarmı? Baxırsan ki, yox. Əksinə, zəlalətlərini biraz daha artırır. Kimi maskaları baha satır, kimi ərzağı bahalaşdırır, kimi özünə reklam üçün istifadə edir və s. Bu son günlərdə başımıza gələn bəlalar mənə bu ayəni xatırladır. Biz Firon xalqını quraqlıq illərinə və məhsul qıtlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar. Biz də onların üstünə müxtəlif möcüzələr olaraq tufan, çəyirtkələr, bitlər, qurbağalar və qan göndərdik. Onlar isə təkəbbürlük göstərdilər və günahkar bir tayfa oldular. Alimlərdən elm əhlindən olan İbn Kəsir yazır ki, Hicrətin 478-ci ildə, yəni miladi 1085-ci ildə İraq, Suriya, Hicazda kəskin qızdırma ilə müşahidə olunan xəstəlik və taun yayılmışdı. Həm ev heyvanlarının, həm də vəhşi heyvanların ölməsinə səbəb olmuşdu. İnsanlar ətsiz və südsüz qalmışdılar. Ardınca ağacları kökündən dartıb çıxaran qara küləklər və ildırımlar baş verdi. İnsanlar elə bilirdilər ki, artıq qiyamət günüdür. Bu epidemiyaya qarşı mübarizə aparmaq üçün Abbasi xəlifəsi Əl-Müqtədi bi əmrillah əmr edir ki, hər kəs yaxşılığı tövsiyə edib pisliklərdən çəkindirsin. Hər cür musiqi alətləri sındırılır, içkilər dağıdılır, şərli insanlar ölkədən sürgün edilir və s. islahatlar edilməyə başlayır. Bundan qısa bir müddət sonra isə xəstəlik yoxa çıxır. Baxın əziz izləyicilər, Uca Allah buyurur. Bu ona görədir ki, bir cəmaat nəfslərində olanı dəyişməyincə, Allah da onlara verdiyi neməti dəyişən deyildir. Şübhəsiz ki, Allah eşidəndir, biləndir. Virus və yaxud bəlalardan qorxmaq lazım deyil. Çünki qorxduğumuz bu şey bugün və yaxud sabah mütləq gələcək. Bundan əsla qaçış yoxdur. Əgər bugün salih əməllər üzərində deyiliksə, yaşadığımız hər gün sadəcə olaraq yükümüzü artırır. Rəbbimiz bizləri varlı, cəhcəlallı və yaxud uzun yaşamağımız üçün deyil, ona ibadət və itaət üzrə yaşamağımızı istəyir. Uca Allah bizləri pisliklərdən çəkinməyi, doğru yol ilə getməyi və ona olan itaət və ibadətlərimizi artırmağı bizlərə nəsib etsin. Amin. اليوم هذا الفارس في مكة هل يعاقبنا الله؟ اليوم العمرة منعت والحج ربما يمنع العام المقبل. هل هذا عقاب من الله علينا أم أنه ابتلاء؟ علينا أن نفكر جيدا
في زمان في بلادنا العربية الأسعار عالية والنساء عارية والمساجد خالية وأحكام الله لاغية. في بلادنا الصارخ مدلل والبطل في قيوده مكبل. في بلادنا الزواج محال والزنا حلال والنساء قوامون على الرجال وأرض الله محتلة والفقراء تحت المطر بلا مظلة. نعم، نحن في زمان في بلادنا العربية كل خير كل عمل نضعه في كيس مثقوب، نتوضأ نحسن الوضوء ثم نسرف في الماء، نتصدق على الفقراء ثم نصورهم وندلهم في المواقع، نقوم الليل ونقطع الأرحام، نصوم ونصبر على الجوع ونسب ونلعن ونشتم. ألا إن سلعة الله غالية. بعض الناس لا يستطيع الذهاب إلى الحج بحجة أن التكلفة عالية، لكن يستطيع أن يسافر لشم الهواء. البعض لا يستطيع أن يصنع أضحية بحجة أن تكلفة الأضحية غالية، لكن بإمكانه أن يشتري جوال حديث